Aldıram, bəs bizə niyə xəbər eləmədin? Sizi qarşılayardı. Sən Rəşid, burada iş qurmaq istəyirəm. Gəldim onunla maraqlanım. Həm də dedim bir dostumla görüşüm. Ata harada görüşmür? Ata istəyirəm, transfer edeyim. Lap yaxşı. De görüm sənin işlər necə gedir? Şükür Allah, hər şey yaxşı. Akil. Bu işləri yaxşı qurmusan. Yavaş-yavaş gözümə girirsə, yaxşı olar inşallah. Belə işləmək lazım. İnşallah yorulmayasın. Çox sağ olun. Heyif ki, ata bu olmalı. Xəbərsiz gəlmişsiniz, azarım. Məbiri və hərəkətdir də belə alım da. Bəzib bir dostumu gələm. Burada işim var yaxınlıqda. Azıram yəqin ki, bildin. İmtahan verdim, qəbul oldu. Lap yaxşı, təbrik edirəm. Hansı ixtisasa qəbul oldu? Qoysa ki, nə yoxsa. Uğurlar olsun. Amma insanlar yenə gələcək. Etdim oğlum. Görsən də kəndimiz maşallah necə gözəlləşir. Ramazan müəllimin də Allah canı sağ eləsin. Bu cür şərait çıxıb kənd. Gözləm, Allah canı salamat eləsin. Heç vaxt olur ki, kəndə kisəyə gəlim. Bu mu adınız tanış gəlir? Hə, Samir. Bizim Samir. Şəhərdə də var deyim, sən işləriniz verir. Sağ ol Akif, salamatçılıq da şükür Allah. Doğrudan da kəndimizin havası gözəldir. Təmiz havası. Samir. Abbas. Abbas yox. Kobra Abbas. Görsən ha, amma yox. Gəl ailəsiyle. Bu Fərdə də harda qaldı? 3-4 gündür sifarişi hazırdır. Bizdən gelim görüm hardadır. Alo, salam Fəridə. Necəsən? Salam. Yaxşıyam, sağ ol. Sən neyinirsən? Ay bacı, sənin gülün hazırdır. Sabah gəl apar. Sabah gəlməyəcəm, maniküra yazılmışam, vaxtım olmayacaq. Ha. Getdin mi sən dediyin yerə? O demiş də nə ucuz. Mən istəyirdim qəşəng şeyləri alam. Yayda Türkiyəyə gedəcəyik inşallah. Eləmə Vüsal. Sakit oyna dedim də sənə, asta oyna, yavaş oyna, səs salırsan. Bu uşaq bezdirib məni. Tavsiyə demək eləmə. Götürəndə məsələ yığadan. Belə ana olar. Yazıq uşaq. Kes ama. Gəmə. Neynəmsən Vüsal? Bu nədir? Sən də yenə nə olur səsini götürüb aləmi? Vüsaldır da görə belə yenə qoy. Sən də bir şey olan kimi atırsan uşağın üstünə. Bəs sən Allah. Bu yedirağın nədir? Bu nə gündür? Bu nə hərəkət edirsən, ay bala? Bəsdir də bu hərəkət elədin. Hər gün sən damlamaktan mən yoruldum. Bəsdir də. Hər gün mən işdən gəldən mənim rahatlığım yoxdur bu xarabada. Bir də sən belə hərəkət edəsə, qahının dağında boğacam səni. Eşitdiyorum. Azər, necə güzel, necə yedələr? Çox gözəl bir səsir. Apa, nerede kapatsam? Əlbəttə qızım, inşallah. Ata sənə aparır. Allah! Ana, yatmaq istəyirəm. Can, ana sizə qurban. Gedək yataq. Sabah
Sabahdır əzizim. Sabahın. Sabah. Uşaq yatıb, otur çörəyi. Yenə nə olub ay kəndə? Göyünüzün buludları alır. Gəl otur görü. Nə məsələdir? Danış görək. Sən yaxşı bilirsən oğlum. Nəyi deyirsən Əlfərdə? Qardaşı deyirsən. Sən qardaşı özü tanımırsan. Dünənlərdə işdə yenə qanqaraçılığı yaradın. Bu biraz çörəyimizi yeyib durum çıxım gedmişimə də. Mənim gözəl qızım, ata sən indi həkimə aparacaq, sağalacaqsan, yaxşı? Səburi, tez işdən icazə al, uşağın qızdırması düşmür. Samirlə danışmaq olur ki, heç adama qulaq asmaq istəmir. Mən söyləmək lazımdır, uşaq belə qalmaq istəyir ki. Hazırlaşın, gedim taksi çağırım. Yaxşısı budur, həm də zəng vurum deyim. Alo. Sabah, xeyrəmin. Salam, hər vaxtın xeyir. Nə olub? Uşaq xəstələnib, həkimə aparmalıyam. Bütün maşınların keçişinə nəzarət edə bilərsən. Arxayın ol. Çox sağ ol, Həmid. Amma elə ki, işə gəlmədiyimi Samir bilməsin. Yoxsa deyinəcək. Mənlikdir, narahat olma. Narahat olma Xəldə, bir şey fikirləşərik. Görək də. Sakit olma burada. Məndən icazəsiz otaqdan çıxma. Həyətə düşmək istəmək. Dedim ki, olmaz. Ağam beni heç istəmir. Salam, xoş gəlmişsən Azər mənlə. Salam, necəsən? İşlər necə gedir? Mənim işlər heç də yaxşı getmir. Niyə, nə olub ki, nə problem var? Mən Tofiqi tanıyırsınız da. Hə, tanıyıram. Nə var ki, Tofik? Siz olmayanda Tofik gəldi dükana. Sement almaya götürdü. Mən də sizə zəng vurdum, nə qədər zəng vurdum, zəng çatmadı. Mən də götürdüm axmaq kimi 5000'lik material verdim Tofiqə. Sən adamsan, mənim heç nə xəbərim yoxdur. Mənim sizə zəng vurdum, zəng çatmadı. Həqiqətən çox peşmanam. Ola bilər zəng çatmırdı. Ay sənətçilar, mən sənə göstərərəm. Necə keçdi günün? Yaxşı. Mənə gün nətərdir? Yaxşı. Düşürsən mən bala? Hazır. Gəl bağlayayım qabağını. Hava da soyuqdur. Alo, salam. Tofiqdir? Tofiqdir. Eşidirəm. Evli suvağını vurmuşuq, pulu nə vaxt verirsiniz? Sən necə adamsan? Maşın sürüyor. Çatım zəng vuracamsa. Yaxşı, yaxşı. Ətrafın əlində qalmışıq. Hamı koştu, bunlara bak. Hamı koştu, hamı.
gördüyün kimi evdəyəm. Evləri yığışdırdım. Vüsalın da əlindən təmiz yer qalmır ki. Burada yığışdırıram, təmizləyirəm, burada oturub dağıdır hər yeri. Axır otağa saldım, dedim məndən xəbərsiz çıxma otaqdan. Gözə çay süzüb gəlirəm. Qaqa, gedək Fərdi xalaya xəbər verək. Gəl. Salam Samir müəllim. Məni çağırtdırmışdınız. Salam, bərindən çağırtmışam Sabur bəy. Nə oyunu gətirirsiniz mənim başıma? Niyə düzgün işləmirsiniz? Baxıram 15 maşın çıxıb 5-i burada deyəcək qazı. Halbuki 15-i də qarajdadır. Amma kompüterə baxıram ki 5-in deyəcək qarajdadır. Niyə? Səbəb nədir? Baxın kitab sevmətə kompüterdə səhv elə. Kitabsa da deyimi qaydadır. Səbəb nədir? Mənim biliyorsun nedədir? Bilirəm. Hər nədən xəbərim var. Çox uzatmayaq. Ged ərzəni yazıcatı, yormayaq bir-birimizə. Nə oldu mənə belə? Bilən var özümü pis elədim. Gözlə. Pərdə xala. Nə oldu? Vüsalın maşını vurdu. Nə maşını? Qara maşın. Vüsal evdədir, nə danışırsan? Vüsal! Qaqa gedək, tez. İmkan vermə sözümü deyim ki, uşaq xəstədir. Bütün gün xəstəxanalara gəzirəm. Mən buradan lədini alırlar. Bütün işi də sənin qanun həmlə tapşırmışım. Samir. Vüsalın maşını vurub. Deyirəm Vüsalın maşını vurub. Bilmirəm uşaqlar gəlib dedilər. Bəs sən hara baxırdın Fərdə? Evdəydi, necə çıxıb xəbərim olmuyor. Yox, evdəydi, xəbərim olmuyor, necə çıxıb. Ola xəbərin var. Dədə. Ola Samir yoxdur. Ola Samirin oğlunu maşın vurub. Üstündən də keçib biz arxaya da baxmayıb sürüb çıxıb gedib. Nə danışırsan ha? Hə valla. Nerede şeytana? Neydi? Heç nə aç. Səbir oyna. Ha. Xəbərimiz var da, Samir də gedib o maşını dözməyib təkərlərini partladıb. Bu nə danışır hala? Hay. Mən heç bu arada solmaz bir söz deməyim. Solmaz kimdir? Hala hər məhəllənin özünün sinifsiz teleqrafı var da, burada bilmirsən. Az. Bir əynimə jaketdən zabdan giyin. Soğuk olacaq. Soğumaz xala, soğuk deyil ki, istidir, daha hava gün də çıxır. Əgin muzin qaçışan dibimlənmişdi. Hə, yəqin valideynlərinin telefon nömrəsidir. Uşağın vəziyyəti necədir? Yaxşıdır vəziyyət. Siz uşağı nəzarətdə saxlayın, biz də valideynlərlə əlaqə saxlayaq. Salam müəllim. Müəllim, sizi narahat edən Hövsan Tibb Mərkəzinin baş həkimidir. Vüsal? Bəli, atasıyam. Uşaq sağ-salamatdır, narahat olmayın. Gördün, hər şeyi
həyatın axarına buraxmaq lazımdır. Sanırsan ki mərkəzindədir. Narahat olma. Dur, heç yerə getmə. Narahat olma. Şükür Allah, uşaq sağ-salamat. İndi valideynlər də gələr, görə kimin uşağıdır. Həkim uşaq anamızı. Oğlumuz hardadır? Narahat olmayın. Oğlu sağ-salamatdır, hər şey qaydasındadır. Çox şükür Allahın Hardadır? birliyinə. Görə bilərik. Əlbəttə, buyurun, buyurun. Sağ olun. Alo. Azər, nə olub sənə? Niyə demirsən axı nə olub? Nəsə olub axı sənə, bilirəm. Hamısı Tofiqə gəldi. Tofiq kimdir? Tofiq kim olacaq? Əzilafın yekəsi. Gedib Marsın uşaqdan, bizim uşaqlardan. Mənim adıma yalandan 5000 manatlıq mal götür. Mən də onun arxasında gedəndə uşaq çıxdı maşında bağlı. Nə olub uşağa? Necədir indi? Vurmamışam. Qorxusundan yıxılıb uşaq. Heç bilmirəm bu işlərin axı necə olacaq. Heç yaxşı iş görmədimi? Az qalsın yazılı Samir işdən çıxaracaq. Salam Kürəkən. Salam, Məlahət ana. Xoş gəlmisiniz? Necəsən? Yaxşı, çox sağ olun. Gəldim görüm nə edirsən, işlər necə gedir? Lap yaxşı. Buyurun, keçin əyləş. Nə olur, keyfin yoxdur. Kim soğan doğrayıb keyfiyyəti görür? Hər şey heç nə. Boş ver. Tofiq yoxdur bəyəcələr. Hə. Gəlib mənim adımla, bizim uşaqlarla. 5000'lik nisiyə mal götür. Mən də onun ardınca gedəndə uşaq vurdum yolda. Ay kişi, o butulkaları niyə yığırsan? Təhvil verib pul alırım. Pul da yadın ki, içkiyə verirsən də. Xeyr xanım, qazandığım pulu ailəmə, uşaqlarıma aparam, çoluq çəkməsinlər deyəm. Al bu kartı, burada nömrəm var. Mənə zəng eləyərsən, mütləq. Çox sağ ol xanım. Sür. Nə olub Məlahət ana, yaxşısan? Yox, heç nə olmayıb. Narahat olma. Haqqı öz yolunu tapacaq. Hə, mən gedim biraz işlərim var. Sən işlərimin üstündə dur. Salam Tofiq müəllim. Salam. Nə olub, nə məsələdir? Axı 2 aydır maaşım gecikir. Niyə vermirsiniz? Axı mən... Baxla, öz fikirəm. Damı qalıb. Qalsın tüm silahım ki maaşım verilsin, daha da üzülməyim mən. Tofiq müəllim. Əgər mənə maaşımı vermirsinizsə, mən Məlahət xanıma deyəcəm. Məlahət xanım kimdir? Buranın yarısı mənə. Oo, halal insan. İşlər necə gedir? Məlahət xanım, xoş gəldiniz. Mənə işçilik pulum verirdi. Hə, yaxşı. Ver görək. Ver. Ver.
Ver. Ver, ver. Ver. Ay əclaf. Heç bilirsən sənə görə nə qədər adam işsiz qalır, çörəyindən məhrum olur. Heç utanıb ölüb yerə girirsən. Ya mənə böhtan oturan mənə axtarım, inanmıyorum. Böhtan? Al, bu da sənə böhtan. Sənə 2 gün şans verirəm. Qazancını yediyin adamları pullarını artıqlaması ilə ödəyirsən. Onlardan da üzr istəyirsən. Başa düşdün? Başa düşdün? Bəli, mən axşamına elə deyəcəm. Salam və salam. Buyurun, xoş gəlmisiniz. Geldim. Hansızla gəlmisən hə qapıma? Mən böyle bir səfərlədiyini bilirəm. Ona görə gəldim. Buyur. Bu da göstərdiyim materialların pulası. Qalsa hükümana. Məni bağışla. Ay Samir, nə gözəl yerdir bura. Hə, Fərdə. Gözəm qaçandı. Dostama restoranıdır. Adını da özümüz qoymuşuq. Kristal Teti Ailəvi İstirahət Mərkəzi. Aa, nə gözəl. Biz dostlarla tez-tez gəlib oturub yeyib içirik. Hə, o iclas deyildi, nə iclas. Deməli bura yığışırmısınız dostlarla. Də bəs də Fərdə. Bir dəfə iclas olanda bir dəfə oturub yeyib içirik. Hə, oğlum Vüsal. Nətər, xoşun gəldi, bəyəndin buranı? Hə, bəyəndim. Vüsal bəyəndisə tez-tez gələcəyik. Əlbəttə ki, tez-tez gələcəyiz. Nuş olsun. Sabah. Həmid qardaş. Salam. Salam. Səbuh evdə yoxdur. Nə olub ki? Eşitdim uşaq xəstələnib. İndi necədir? Yaxşıdır indi, şükür. Bunları uşağa gətirmişdim. Ay, nə zəhmət çəkmişdiniz. Çox sağ olun. Siz sağ olun. Salam Saboya. Saboya, uşağa baş çəkmək üçün sizə getmişdim. Evdə yox idim. Hə, bir də sənə qarşı etdiyim haqsızlığa görə üzürlüsən. Çox peşmanam. Artıq keçdi. Gedim evə. Ay, sən çox mən də səni çox sevirəm, dolan. Gözüm mü? Fərdə Vüsalı yatırdın? Hə, yatdı. Üzündən də öpdüm, şirin yuxular görsün. Amma Samir, bugünkü hadisədən sonra çox peşmanam, özümə gələ bilmirəm. Sıxma canını. Narahat olma.